Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Rusiya məhkəməsi kriminal aləmdə tanınmış simalardan olan qanuni oğru Vasya Banditin, yəni Igor Kokunovun xəstəlik səbəbilə cəzadan azad olunması ilə bağlı vəsatətin baxılmasını dayandırıb. Bildirilir ki, bu qərar Kokunov barəsində cinayət işinin yenidən baxılaraq bərpa olunması ilə əlaqədardır. Keçək əsas xəbərə. İstintaqın versiyasına əsasən Vasya Bandit əlbir olduğu şəxslə birlikdə 1-ci Moskva saat zavodunun rəhbərindən 5 milyon avro tələb edib və onu, eləcə də ailə üzvlərini fiziki zorakılıqla hədələyib. Təhdidlərdən sonra sahibkar hüquq mühafizə orqanlarına müraciət edib. Qeyd olunur ki, məhkum edilmiş sonradan şərti vaxtından əvvəl azadlığa buraxılıb. Daha əvvəl bildirilmişdi ki, yanvarın 21-də qanuni oğrunun həbs qəti imkan tədbiri mart ayının sonuna dək uzadılıb. Onun vəkili Maria Kazantseva isə deyib ki, müdafiə etdiyi şəxs həbsdə qala bilməz. O, əlil arabasında hərəkət edir, son 3 il ərzində 6 insult və 2 infarkt keçirib. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.